Hər birinizi salamlayıram əziz izləyicilər. Bu gün sizlərlə OTK-nın 1 mart 2026 tarixində keçirdiyi 11-ci siniflər üçün olan OTK sınağının riyaziyyat suallarının cəzmə baxacağıq. Qeyd edim ki, bu sınaq 11-lər üçün keçirilən son sınaq idi. Bundan sonra böyük final gəlir. İnşallah hər kəsə buraxılış imtahanda uğurlar arzulayıram. Yaxşı nəticələr toplayarlar. Keçək suallara. Birinci sualda deyir ki, 34 A ədədi, yəni 3-4 A ədədi 3-ə tam bölünürsə, onun ən böyük qiymətini tapın. Bilirik ki, bu A ədədi rəqəmdir. Gəlin baxaq. 3-ə bölünmə xəstəsi nə idi? Rəqəmlərinin cəmi 3-ə tam bölünməli idi. O zaman 3 plus 4 plus A bölünməlidir tam 3-ə. Yəni 7 plus A cəmi 3-ə tam bölünməlidir. Burada A ola bilər 2, A ola bilər 5, A ola bilər 8, A 11 olsa nə olar? Yenə 3-ə bölünər 7 plus 11. Sadəcə A dedik axı rəqəmdə, ona görə 11 olmaz. Bizdən ən böyük qiymətini istəyirdi. O da olacaq 8, yəni Y variantı. Keçdik ikinci suala. İkinci sualda deyir ki, bu kvadratik funksiyanın apsisi, apsisi -1 0 nöqtəsində və 5 0 nöqtəsində kəsir. Funksiyanın artma aralığını tapın. Görürük ki, bu paraboladır, kvadratik funksiyadır. Yəni buradan təpə nöqtəsindən simmetrik bölünür. Bunu bilirik qaydaya əsasən. Bəs yaxşı, bu nöqtəni biz necə tapa bilərik? Bizə bu təpə nöqtə lazım olacaq. Görürük -1-dən 6-ya kimi. Bilirik ki, bərabər bölünürsə, bu məsafə nə qədərdir? 6-dır. Necə bölünəcək? 3 olaraq bölünəcək. Yaxşı, 3 olaraq bölünəcəksə, bu qeyd etdiyimiz nöqtə neçə olur? 5-dən 3 vahid geriyə və yaxud da -1-dən 3 vahid irəliyə. Bu nöqtə olur 2 nöqtəsi. O zaman biz buranı tapdıq 2. İndi funksiyanın artma aralığı haradır? Görürük ki, -dən müsbətə tərəf getdiyi aralıqdır. O da hansı aralıq olur? -, sonsuzluqdan 2-yə kimi, yəni Y variantı. Növbəti sual deyir ki, bu düzbucaqlı üçbucaqda, ABC düzbucaqlı üçbucağında B 90 dərəcə, A və B-nin koordinatları verilib. Deməli, B 90 dərəcə, A, C. Bizə deyir ki, B-nin koordinatları -1, 3-dür. A-nın koordinatları 2, -1-dir. AC məsafəsini istəyir. Mən burada çox sadə bir şey eləyərəm. Baxın, buranı bizə verib 12. Bu məsafəni tapsam, x bərabərdir nə olacaq? Kök altında 2 minus -1-in kvadratı, yəni 3-ün kvadratı 9, plus 3 minus -1-in kvadratı 4-ün kvadratı, o da 16. Bu elədir 5. Yaxşı, 5, 12. Hipotenuz neçə olacaq? 13. Cavabımız oldu 13. Heç özümüzü sətrinə salmağa ehtiyac yoxdur. 34-cü sual. Deyir ki, tənliklər sistemindən x, y fərqini tapın. Deməli, nə eləyərəm? Birinci tənliyi yazım. 2x plus 3y bərabərdir 7. İkinci tənliyi 2-yə vurum. 2x plus 4y bərabərdir 16. İndi gəlin, belə bir şey deyim. İkincidən birincini çıxaq. Y bərabərdir 9 qalır. Y 9. Bəs gəlin indi buradan y-in yerinə 9 qoyub hesablayaq. X plus 18 bərabərdir 8. X bərabər olur -10-a. Düzdür? Bəli. Baxaq görək. -10 vermirmi? Bir problem varmı? 16, 2x, 4y. Çıxdıqda 9, bəli, doğrudur. 9. 18-in üzərində neçə gələndə 8 eləyir? Və yaxud da buradan hesablayaq. 27, 20 yenə -10 qalır. Tamam. Bizdən x minus y fərqini istəyir. Tamam. -10 minus 9. O da bizə 19 verər. C variantı. Doğru hesablamışıq. Sadəcə şərti tam oxumamışdım. 35-ci sual. Bizə deyir ki, bu ifadəni sadələşdirin. İ xəyali vahiddir. Bilirik ki, bizə verilib 1 minus i vur 1 minus 7 idi o. i üstü 7-yə oxşayır. Həmçinin verilib ki, i üstü mənfi, daha doğrusu 1 minus i üzəri 10 vurulsun 1 plus i üzəri 4. Tam oxunmur gənclər, amma ümid edirəm ki, doğru yazdım. Bilirik ki, i 4 dəfədən bir təkrarlanır. i bərabərdir i kvadrat bərabərdir -1, i kub bərabərdir -i, i üstü 4 də bərabərdir 1. O zaman 4-ə bölüb qalığa götürərik. Buradan yazıram mən 1 minus i.
Bunu yazıram. 4 dəfədən bir təkrarlandısa 1 plus i qalır. Çünki 4-ü ataram, i üstü 3 qalar. I üstü 3 isə müsbət i verir bu səfər. Yəni mənfi i verir. Mənfiyə dəyəndə müsbət olur. Aşağıda da bizə verir. Deməli 8-i ataram, yerdə qalar i kvadrat. Yəni 1 minus mənfi 1, yəni 1 plus 1. Vurulsun. I üstü 4 bizə nə verəcək? Verəcək müsbət 1-ə. Yəni o da eləyəcək 1 plus 1. Buradan cavab nə eləyəcək? Baxaq görək. I minus 1, i plus 1. Bizə verəcək i minus 1 plus, yəni 1 minus i kvadrat. Aşağıda bizə verəcək 2 vur 2, 4. I kvadrat mənfi 1 olduğu üçün yuxarı verəcək 1 plus 1 bölü 4. Bu da bizə 2-də 1 verər. Cavab 2-də 1 C variantı. Ümid edirəm ki, şərti səhv oxumadım. 36-cı sual. Bu tip sualları çox işləmişik. Deməli, burada düsturu bilmək lazımdır. Görürük ki, bu ifadə bizə tangens 2 alfanın düsturunu verir. Tangens 2x bərabərdir 1. Tangens 1-i neçə dərəcədə alır? 45 dərəcədə. 45 dərəcə bəs neçə idi? Pi bölünsün 180 bölünsün 4. Yəni 2x bərabərdir pi bölü 4 plus pi k. X də bərabər olur pi bölü 8 plus pi k bölü 2. Pi bölü 8 plus pi k bölü 2, o da B variantı edir. Keçdik 38-ci suala. Deyir ki, A və B çoxluqları üçün NA bərabərdir 7, MB bərabərdir 4 və BA-nın alt çoxluğudur. O zaman B-də olan hər bir element A-ya da daxildir. Bunu izahlayasaq, məsələn, tutalım ki, B-də var 1, 2, 3, 4, A-da var 1, 2, 3, 4, 5, 6, 7. Məsələn, tutalım imtahanda yadınızdan çıxıb qayıdır. Lap beləncikdə ədəd qoyub hesablaya bilərsiniz. A birləşmə bizə nə verəcək? Elə A-nın özünü verər də. Çünki alt çoxluğu olan bir çoxluğun birləşməsi bizə elə əsas çoxluğu verəcək. Buradan da görünür ki, B-A'nın alt çoxluğudursa, birləşmə A-nı verər. Kəsişmə nə verər? B-ni verər. Bunların cəmini istəyir. Birləşməsində neçə element olacaq? A-dakı qədər, yəni 7 sayda. Kəsişməsində neçə dənə element olacaq? B-dəki qədər, yəni 4 sayda. Bunların cəmində bizə 11 verər. Cavab Y variantı edər. Hər il imtahana bir dənə çoxluq sual düşür və bizim də en qədər o haqda deməli suallar izahımız var. Həmçinin bir şey qeyd edim ki, buraxılışa ən çox düşən 12 sualı seçib izah etmişik YouTube kanalımızda. Keçid edib oradan da baxa bilərsiniz. Ətraflı, həm qısa, həm ətraflı izah eləmişik. Qaydalara da toxunmuşuq, sualları da izah etmişik. Davam edək 39-cu sualla. Deyir ki, kök altda 17 minus 3 ədədinin kəsr hissəsini tapın. Kəsr hissəni necə taparıq? Baxın, bilirik ki, ədəd. Məsələn, A bərabərdir A-nın tam hissəsi plus A-nın kəsr hissəsi. İndi gəlin baxaq görək bu ədədin tam hissəsi neçədir? Kök altda 17-dən harca 4,1 çıxır. Çıxsaq bundan 3-ü eləyir 1,1. Deməli, bu ədəd özü 1,1 civarı bir şeydir. Deməli, bundan çıxsaq 1-i bizə ədədin kəsr hissəsini verəcək. Elə cavabımız da alınır da, ağzımdan deyirəm. Kəsr hissəni tapmaq üçün bu ədəddən 1 çıxmalıyıq ki, bizə ədədin kəsr hissəsini versin. Kök altda 17 minus 3 çıx 1. Yəni kök altda 17 minus 4. Cavab A variantı. 40-cı sual. Deyir ki, oturacağının radiusu 4 cm olan konusun yan səthinin sahəsi 36 pi kvadrat olarsa, doğranın uzunluğunu tapın. Sadə bir fəza sualıdır, fırlanma cisimləri sualıdır. Konus verilib bizə. Deyir ki, radiusu 4-dür. Yan səthinin sahəsi də neçədir? 36-dır. S-yan nəyə bərabər idi? Pi r l-ə. Gəlin indi bunu hesablayaq. Pi r l bərabərdir 36 pi. Pi'lər gedər. RL yəni 4 vur l bərabərdir 36. L bərabərdir 9'a. Cavab B variantı. 41-ci sual. Deyir ki, ABC üçbucağında D'yə paraleldir BC olarsa, AD 3, BD 6 olarsa, D'yə 2 olarsa, D'yə haradır? BC'nin uzunluğunu tapın. Oxşarlıq da gənclər. Buna aid də nə qədər sual işləmişik? Alfa, beta, gamma. Burada alfa, alfa olur. Oxşarlıqdan baxırıq.
Kiçik üçbucağın qarşısındakı alfanın qarşısındakı 3 bölünsün böyük üçbucağın. Məsələn bettasının qarşısındakı. Baxın bu betta, bu bettadır. Gəlin biraz səliqəli yazaq. Alfa, alfa. Betta, betta. Bu da ki ortaq bucaqdır qamma. Gəlin indi baxaq. Bettanın qarşısındakı, kiçik bettanın qarşısındakı 3 bölünsün böyük bettanın qarşısındakı 9. Bərabər olacaq. Kiçik qammanın qarşısındakı 2 böl, böyük qammanın qarşısında bizdən soruşulan x. X bərabər olur. Deməli, 2 vurulsun 3-ə, o da bərabərdir 6-ya. Cavab D variantı. Sonra keçdik 42-yə. Deyir ki, sinüs alfa bərabərdir 3-də 1 olarsa, tangens kvadrat alfanı tapın. Nə eləyərik burada? Tangens kvadrat alfanın əvəzləməsini tapmalıyıq. Necə taparıq? Tutalım ki, imtahanda yadınızdan çıxıb. Lap belə yaddan çıxdı. Sinüs kvadrat yəni sinüs kvadrat alfanın düsturunu tapmaq lazımdır buradan. Gəlin belə yazaq da. Sinüs kvadrat alfa bərabərdir 1 minus kosinüs 2 alfa bölünsün 2'ye. Kosinüs kvadrat alfa da bərabərdir 1 plus kosinüs 2 alfa bölünsün 2'ye. Deməli, tangens kvadrat alfanı istəyirsə bunların nisbətini taparıq da. Onda olar bu. O zaman olar 1 minus kosinüs 2 alfa böl 1 plus kosinüs 2 alfa. Bəs kosinüs 2 alfanın düsturu nədir? Kosinüs 2 alfa. 1 minus 2 sinüs kvadrat alfa. Sinüs kvadrat alfanı, sinüs alfanı bizə verib 3. Deməli, buradan hesablasaq alarıq ki, kosinüs 2 alfa bərabərdir 1 minus 9'da 2'yi. O da bərabər 9'da 7. Doğru mu hesabladıq? 9'da 2, 9'da 7. Bəli. İndi gəlin yerinə yazaq. 1 minus 9'da 7'yi böl 1 plus 9'da 7. O da eləyir 9'da 2'yi böl 9'da 16. O da elə bizə verir 2 böl 16 8'də 1. Cavab etdi 8'də 1 C variantı. Qəşəng sual idi. Keçək 23-cü suala. Vaxt itirməmək və sizi sıxmamaq üçün sürətli izah eləyirəm gənclər. Amma çalışdığım qədər də ətraflı izah eləyirəm. 43-cü suala baxın. Deyir ki, mərkəz O nöqtəsində olan çevrəyə BS toxunanı çəkilmişdir. A 40 dərəcə olarsa S-ni tapın. Gənclər, dünənki canlı yayınımızda olanlar bilir. Bu sualın eynisini izah eləmişdik. Və demişdim ki, imtahana bu tip sual çox düşür. Gəlin indi baxaq. A-nı 40 dərəcə verib, düzdür? Bura 40 dərəcə. Canlı yayında olanlar xatırlayacaq. Dedim ki, mərkəzi bucaq, daha doğrusu daxilə çəkilmiş bucaq olduğu üçün bu qövs olacaq 80 dərəcə. Və bu diametr çevrəni 180 dərəcə, 180 dərəcə olaraq böldüyü üçün bura 80 olsa, bura olur 100. Bəs bizim bu alfa bucağımızın düsturu nədir? Alfa bərabərdir 100 böyük qövs, kiçik qövs böl 2. O da eləyəcək 20 böl 2, 10 dərəcə. Cavabımız oldu 10 dərəcə A variantı. Keçdik 44-cü suala. Deyir ABC üçbucağında CD mediandır. M nöqtəsi medianların kəsişmə nöqtəsidir. Bura yazarım, bura 2K K. Deyir ki burada bir dənə D yazarıq. BMD bura 5 santimetrdə. 5 santimetr kvadrat olsa ABC üçbucağın ümumi sahəsini tapın. Gənclər, bilirik ki, belə bir düsturumuz var. Bir dənə buranı silək, tez bazar qeyd eləyək. Oxşarlıqdan belə bir düstur çıxır ki, medianların böldüyü, daha doğrusu median yox, ixtiyari xəttlərin böldüyü hissədə bu S1 desək, S1 böl 5 bərabərdir 2K böl K. Yəni, sahələrin mütənasibliyi bölünən hissələrin mütənasibliyidir. O zaman S1 bərabər olur 10'a. Deməli, bura oldu 10. Həmçinin medianın da xassəsi vardır ki, median da sahəni 2 bərabər hissəyə bölür. Bu tərəf ümumilikdə 10'dursa, daha doğrusu 15'dirsə, bu tərəf də ümumilikdə 15 olacaq. Cəmi bizə neçə verir? 15, 15, 30 verər. Cavabımız oldu 30. Keçdik 45-ci suala. 45-ci sualda deyir ki, A, B və C ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərdir.
Deməli, əvəz etməyə ehtiyac varmı? İfadəsinin qiymətini tapın. Bizdən qiymətini istəyir. Onda birinciyə deyək 2n plus 1, 2n plus 3, 2n plus 5. Belə deyək. Deyir ki, ən böyüksə ən kiçiyi A-dır. Bu o deməkdir ki, kiçikdən böyükə çıxanda yer dəyişəcək. Məsələn, 3 çıx 5 modulda. Bunu biz necə yazırıq? 5 çıx 3, oradan moduldan müsbət ədəd çıxardırıq. İndi gəlin yazaq. A çıx B ən kiçik A olduğu üçün bunu B çıx A kimi yazaram. Plus C çıx A-da heç bir problem olmayacaq. B çıx C, əlbəttə ki, kiçikdən böyükə çıxa bilmərəm. Böyükdən kiçiyə çıxacaq, o da olacaq. Plus C çıx B. İfadəmiz bu oldu. Bu B ilə bu B-ni apardım. Başqa da bir şey qalmadı. Yerdə qaldı 2C minus 2A. İndi bu ifadənin qiymətini istəyir bizdən. 2C'miz neçə idi? 2n plus 5. Yəni 4n plus 10. Çıxılsın. 2A'mız neçə idi? 2 vur 2n plus 1. Yəni 4n plus minus 2. Minus 2. O da olacaq 8. Deməli, bizdən də ifadənin qiymətini istəyirdi. Elə cavabımız olur 8. 46-cı sual. Deyir ki, radiusu 10 olan O mərkəzli çevrədə S-yə toxunandır. S-yə toxunanla SA kəsəni çəkilmişdir. OD perpendikulyardır AB-yə. Deməli, vətərə perpendikulyardırsa, vətər yarı-yarıya bölünəcək. Sonra deyir ki, YS paraleldir OD-yə. OD özü 8 cm-dir. Radiusu da əvvəlcədən verib 10. Mən bir dənə bunu birləşdirsəm bura. Bu radius 10-dur. 8, 10. Bura nə olacaq? Pifaqora əsasən 6 olacaq. Bəs yaxşı, bu özü paralel olduğu üçün bura 10-dur, bura 6-dırsa, baxın. Bizə deyir ki, bu x-i tap. Bura 6-dırsa, bura ünlü 10-dırsa, bu hissəyə necə qalır? 4 qalır. Cavabımız da olur 4. Deməli, bu isə 4 imiş. 47-ci sual deyir ki, bu loqaritmik tənliyi həll edin. Asan sualdır. İmtihana loqaritmada hər il bir dənə düşür. Yazarıq ki, 5 üstü 3 loqaritma 5 əsasdan x. Bu 3-ü də çıxardarıq bunun üstünə. Yazarıq ki, o zaman loqaritma 5 əsasdan, daha doğrusu 5 üstü loqaritma 5 əsasdan x kub. 5, 5 bunlar bir-birini aparır. Bu bərabərdə 64-də. O zaman x kub özü bərabər imiş 64-də. X də nəyə bərabər imiş? 4-ə. Düzdür? 16, 64. X-imizi də tapdıq 4. Suallar nisbətən sadə düşüb. Gənclər, inşallah buraxılış imtahanı da çətin düşməyəcək. İnanıram ki, yaxşı nəticələrdən geri dönüşlər edəcəksiniz. Həm öz şagirdlərim, həm ödənişsiz dərs dediyim şagirdlərim, həm də ki, YouTube kanalımızdan faydalananlar. Deməli, deyir bu bərabərliyi ödəyən tam ədədlərin cəmini tapın. Belə suallarda işinizi qarantiyaya alın, gənclər. Bildirik ki, əsas dönüm nöqtələri haradır? Müsbət 1 və 1 və 5. Düzdür? 1 və 5. 1, 5. Heç bir problem yoxdur. İndi gəlin baxaq. 1-dən kiçik 0 qoyduqda nə olur? 0, bura olur mənfi, bura olur müsbət. Mənfi, müsbət, bura eləyir mənfi. 1-5 arasında məsələn 4 qoysaq. Bura eləyir müsbət, bura eləyir müsbət. Bura oldu müsbət. 5-dən böyük də qoyduqda mənfi. Bizə deyir ki, ödəyən, yəni müsbət olan tam ədədlərin cəmi 2 ödəyir, 3 ödəyir, 4 ödəyir. Çünki bizə müsbət hissə lazımdır. Bunların cəmi bizə 9 verər. Deməli, burada da cavabımız oldu 9. Sonra gəldik nəyə? 49-cu sual deyir ki, ilk 12 natural ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan təsadüfən 2 kart çıxarılır. Çıxarılan birinci kartdakı ədədin sadə, ikinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olması ehtimalı. Dünən axşam qəşəng toçnu tam olaraq bu tipdə olan suallar işləmişdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 kart var. Birinci çıxarılan kartın sadə olması 2, 3, 5, 7, 11. 1, 2, 3, 4, 5. 5 dənə var da. Neçə dənədən seçirik? 12 dənədən 5 dənəsini seçirik. İkinci olaraq ardınca çıxarılan kartlardan 4-ə bölünmə ehtimalı olan 4 var, 1 dənə, 2 dənə, 3 dənə. Deməli, 3 dənə seçilə bilər. Amma neçə kartdan artıq biri çıxarıldığı üçün 11 kartdan olacaq.
Gəlin də bunu hesablayaq. 3-dən bu getsə 4, yerdə qalır 44, 44-də 5, yəni 5 böl 44. Ehtimala aid də qəşəng sadə bir sual idi. 50-ci sual deyir ki, ABC üçbucağında AB bərabərdir 8, DC bərabərdir 5, A 30 dərəcə olarsa, B DC üçbucağının sahəsini tapın. Bir dənə buradan hündürlük endirməyimiz kifayətdir. İxtiyarı üçbucağın sahəsi nəyə bərabərdir? 2-də 1. S oturacaq, vur H. Düzdür. Gəlin də baxaq. Bura 8'dir, bura hündürlükdür. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Bura oldu 4. Hündürlük 4, oturacaq 5. Bizə deyir ki, elə bu üçbucağın sahəsini tap. S bərabərdir 2-də 1 vur, 4 vur 5. O da bərabər olacaq 10'a. Deməli, burada da cavabımız oldu 10. 51-ci sual hardadır? 51-ci sual buradadır. Deyir ki, ABCD düzbucaqlısında OS bərabərdir 3x plus 1. Bura 3x plus 1. OD bərabərdir 5x minus 7. CD də 10'dur. Gənclər, bilirik ki, düzbucaqlıda diagonallar bərabər kəsilir, bərabərə bölünür. O zaman yazarıq ki, 3x plus 1 bərabərdir 5x minus 7'yə. O da eləyir 2x bərabərdir 8, x bərabərdir 4. X 4'dürsə, diagonal neçə imiş? Tutalım 5x minus 7. 20 minus 7. 13. 13'ün 2 misli neçə eləyəcək? Bura 13, bura 13'dür. Görək, 12 plus 1, bəli 13. O zaman diagonal ümumilikdə elədiyi bura 26. İndi bura baxın görüm. 26, 10. Bizdən perimetri istəyir. O zaman bu A-nı tapmalıyıq. Da X deməyək, bura A deyək. Görək elə, deməli, baxın, heç özünüzü yormayın, Fiqoru tətbiq eləməyim. 5 vur 2, 13 vur 2. 5 neçə 13 olmalıdır? 5, 12, 13 olmalıdır. Amma 2 misli olmalıdır. 12 isə bura olacaq 24. Deməli, buranı tapdıq 24. Burada 10. Perimetr neçə eləyir? 2 vur 10 plus 24. 34 vur 2, 68. Cavabımız oldu burada da 68. 52-ci sual. 52-ci suala deyir ki, yaşları nisbəti 5-3 olan iki qardaşın 6 il sonraki yaşları nisbəti 4-3 oldu. Qardaşların indiki yaşlarının nisbətini tapın. 4'də 3 demək olar, 3 böl 4 də demək olar. Yəni bu şəkildə. Əsas odur nisbət olduğunu başa düşək. Deməli, yazarıq ki, birincinin yaşı 3K imiş, ikincinin yaşı 5K imiş. 6 il sonra bu olub 3K plus 6, 5K plus 6. Bu səfər də olub 4 böl 3. Deməli, belə yazarıq. 3K plus 6 vur 4 bərabərdir 5K plus 6 vur 3. 12K plus 24 bərabərdir 15K plus 18. 3K bərabərdir 6, K bərabər imiş 2'yə. Birincinin indiki yaşı neçə imiş? 3K idisə 6, ikincinin yaşı neçə imiş? 5K imişsə 10. Bunların cəmini istəyir bizdən, bu da eləyəcək 16. İndiki yaşları cəmi 16 imiş. Keçdik 53-cü suala. Deyir ki, piramidanın oturacaqları katetləri 9-10 olan düzbucaqlı üçbucaqdır. Deməli, 9-10. Deyir ki, piramidanın həcmi 120 olsa, onun hündürlüyünü tapın. Bilirik ki, piramidanın həcm düsturu nədir? V bərabərdir 3'də 1, S oturacaq, vur H. Bizə verib həcmi 120. O zaman 3'də 1 vurulsun. S oturacağı necə taparıq? Düzbucaqlı üçbucaqda katetlər 9-10'dursa, S bərabərdir 9 vur 10 bölü 2, yəni 45. 3'də 1 vur 45 vur H bərabərdir 120. O zaman nə yazarıq? Bu 3 ilə bu 45 gedər 15 qalar. H bərabərdir 120'ni 15'ə bölən neçə eləyir? Deməli 30'dan 4 8. Cavabımız da elədi elə 8. 54-cü suala keçid etdik. 54-cü sualda deyir ki, A-ın ədədi silsiləsində ilk n ədədin cəmi SN-dir. S10 çıx S9 bərabərdir 16. Dostlar, bizim düsturumuz vardı. AN bərabərdir SN minus 1. Yəni məntiqi olaraq tutalım bu qədər
ədədlər cəmi var. Bu qədər ədədlər cəmi. Bir dənə əskiqin çıxdıq. Yerdə nə qalacaq? Axırıncı qalacaq da. Ona görə Sn minus Sn minus 1 bizə A-ni verir. Deməli buradan A10 neçə imiş? 16. Həmçinin S12 minus S11-dən də A12-ni tapırıq. 10. A10 16 imiş, A12 10 imiş. Bizə deyir ki, A11-i tap. Bilirik ki, AN 2 AN bərabərdir. AN minus 1 plus AN plus 1. İndi buna əsasən tapa bilərik ki, A11 nəyə bərabərmiş? A10 plus A12 16 plus 10 bölünsün 2-yə. 26 böl 2-də bizə 13 cavabını verər. Cavabımız oldu 13. Son suala keçid etdik. 55-ci sualda deyir ki, iclas salındakı oturacaqların 20% doludur. Zala 96 nəfər gəldikdən sonra oturacaqların 60% dolarsa, zaldakı oturacaqların ümumi sayını tapın. Deməli, x sayda oturacaq var. Bunun 0,2-si x-i dolu, 0,8 x-i boşdur. Deyir ki, 96 nəfər gəldi. 96 nəfər gəldi. 60% doldu. Deməli, 96 nəfər bərabər olduğu neçə nəfərə? Deməli, 20% doldu, 60%, 40%-ə. Yəni 0,4 x-ə. X nəyə bərabərdir buradan? X də bərabər olur. Deməli, 10-a vurub 4-ə bölsək, 24, 240. Deməli, bizdən elə ümumi oturacaqların sayını istəyirdisə, 240 sayda oturacaq oldu. Vaxtım qalsaydı ingilis dilinə də keçərdim, amma həm riyaziyyat müəllimi olduğum üçün, həm də vaxtımız məhdud olduğu üçün sadəcə riyaziyyat sualları ilə yekunlaşdırıram. Növbəti izahlarda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. YouTube kanalımızı izləyərək və ödənişsiz WhatsApp qrupumuza qatılaraq buraxılışa kimi yenə də güclü təkrar edə bilərsiniz. Bu həm 9-lar üçün keçərlidir, həm 10-cu, həm 11-ci siniflər üçün. Əlavə olaraq qeydiyyatımız da, dərslərə qeydiyyatımız da davam eləyir. Ekranda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah'a əmanət olun.